İmam Zaman Ağanın təcili zuhuru, onun nazanin qəlbinin bizlərdən razı olması, düşmənlərinin tezliklə aradan yetməsi üçün salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Bu məclisi təşkil edən, bu məclisdə əziyyət çəkən hər kəs ki, təşrif gətirib burada iştirak edir, həmçinin bu məclisin təşkil edən Hacı Eldağ qardaşdan təşəkkür edir. İnşallah onun özünün, ailəsinin səlaməti üçün salavat zikr eləyər. Allahümmə salli ala Muhammed və ali Muhammed. Allah Teala bizi İmam Hüseyin əleyhissalamın yanında sabit qədəm eləsin, aqibətimizi xeyir eləsin, salavat zikr eləyər. Allahümmə salli ala Muhammed və ali Muhammed. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم والشمس وضحاها والقمر إذا تلاها والنهار إذا جلاها والشمس وضحاها والقمر إذا تلاها والنهار إذا جلاها والليل إذا يغشاها والسماء وما بناها والسماء وما بناها والأرض وما طحاها ونفس وما سواها فألهمها فجورها وتقواها فألهمها فجورها وتقواها قد أفلح من زكاها وقد خاب من دساها كذبت ثمود بطغواها إذ انبعث أشقاها فقال لهم رسول الله فقال لهم رسول الله فقال لهم رسول الله ناقة الله وسقياها
وكذبوه فعقروها فكذبوه فعقروها فدمدم عليهم ربهم بذنبهم فسواها ولا يخاف عقباها صدق الله العلي العظيم. اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار صلوات. اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل على محمد. Dini İslamın qüvvətlənməsi, din düşmənlərinin məhv nabud olmalarına salavat edir. Zamana imamı, ağamız İmam-ı Zaman aleyhisselamın zuhurunun təcillinə salavat edir. Allahümme salli ala Muhammed və ali. Mərizun mərizələrimiz, dərdi bilinən, bilinməyən xəstələrimizin acil şifa tahmalarına salavat edir. Allahümme salli ala Muhammed. İltiması dua edənlər, müşkülləri, hacətləri olanlar, ad aparmağa gərək hacət yox, mətləb və hacətlərimizin rəva olmasına salavat edir. Allahümme salli ala Muhammed. Məscidlərimizin xüsusilə ibadət etdiyimiz, əzadarlığa toplaşdığımız İmam Həsən əleyhissalam adına olan məscidin ilk günündən bu gününə qədər inşasında, təmir bərpasında, maddi, fiziki, mənəvi fərq etməz, köməyi keçən əzizlərimiz olub, dünyasını dəyişənlərin ruhlarına, qalanların səlamətçiliklərinə salavat edir. Sonuncu salavatımızı zamana imamı, ağamız İmam-ı Zaman aleyhisselamın zuhurunun təcillinə Muhammed və Ali Muhammedə ucalı salavat edirlər. أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي قال رسول الله صلى الله عليه وآله وسلم إن لقتل الحسين عليه السلام حرارة
fi qulubil mu'minin la tabrudu əbədən. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizə toplaşan hər kəsə, səsimizi eşidən, bizi izləyən hər kəsə. Allahdan diləyək etdiyimiz duaları, qıldığımız namazları, bu günlərdə tutduğumuz orucları bir sözlə Rəbbimizə üz tutaraq, əl açıb etdiyimiz bütün duaları, hacət və mətləbləri bizdən qəbul eləsin. Allahdan diləyək, Allah bu 10 gündə bizə ömürdən möhlət versin. Bu 10 günü mərifətlə, məhəbbətlə, layiqli şəkildə Peyğəmbər balalarının, nəvələrinin, behiş cavanlarının ağası İmam Hüseyin əleyhissalamın və yar-ı ənsarının məclisində bir aşiqanə, layiqanə, arifanə bu məclisləri keçirə bilək inşallah. Möhtərəm cəmaatımız, əziz möminlər, biz ənənəvi olaraq xütbəmizə başlamazdan öncə məscidimizin daimi sakinləri bilirlər. Əssəlamu aleykə deyərək İmam Hüseyin əleyhissalamın yar-ı ənsarını salamlayırıq və sonda fərəz duası oxuyuruq. Amma bu dəfə elə bu məclisin həqiqi sahibi zamanı imamı özüdür. Çünki İmam Hüseynin balasıdır da. Allah heç bir atanı vaxtsız aparmasın, heç bir ananı vaxtsız aparmasın. Görərsən birinin atası dünyasını deyişər, oğul dayanar qapı ağzında gələn gedəndən başsağlığı alar. Həqiqətdə bizim o məzlum imamımızın, zamanı imamımız məclisin həqiqi sahibidir deyə, inşallah elə xanımlar da, analarım, bacılarım da, səsimizi eşidənlər birlikdə bir İmam Hüseynə, yar-ı ənsarına salam deyib, ardıca bir fərəz duası İmam Zamana təsliyyət başsağlığı ünvanında oxuyub, sonra söhbətimizə davam edərik. Peyğəmbər alı Peyğəmbərə səlavası gedək. Əssəlamu aləl-Hüseyn və alə Ali ibn el-Hüseyn və alə əvladil-Hüseyn və alə əshabil-Hüseyn. Bismillahirrahmanirrahim. Allahümme kulli veliykel Hacet ibnil Hasan salavatüke aleyhi ve ala ağayı fi aziz sa'a ve fi kulli sa'a veliyen ve hafizan ve qaiden ve nasra ve delilen ve aynan hatta tuskinehu ardaka ta'a ve tumetti'ahu fiha tevila برحمتك يا أرحم الراحمين. اللهم صل على وعجل فرجهم. Bəli, bir hədis oxudum sözümün əvvəlində. Peyğəmbər salavatullah İmam Hüseyin əleyhissalamın barəsində belə buyurur. Buyurur: İnne li qatlil Hüseyin aleyhisselam harareten fi qulubil mu'minin la tabrudu əbədən.
övladım balam Hüseynin şəhadəti ilə, onun qətli ilə Allah möminlərin qəlbində elə bir hərarət yaradar, o heç zaman sönməz. Məhz illər sonra, əsrlər sonra, yüzillər sonra bugün biz İmam Hüseyin əleyhissalamın və Yar-ı Ənsarının şəhadət gününü anmağa və onu qeyd etməyə, yad etməyə toplaşmışıqsa, məhz Peyğəmbər salavatullahın o dediyi hərarətdir. O hərarət ki, la təbrudu əbədən ilə yevmil qiyamə. Qiyamətəcən o sevgi, o eşq, o məhəbbət soymaz. Bəzilərimiz işdən gəlmişik, bəzilərimiz bu günlərdə elə işlərimizi, ev işlərini, çöl işlərini fərq eləməz hardayıqsa, tələm-tələsi eləmişik ki, gələ imamın məclisinə çataq, imamın məclisinə yetişək. Məhz Peyğəmbər salavatullahın o qəlbdəki hərarətin o təzahürüdür. Bəzən yorğun olursan, görürsən, qonşuya gedə bilmirsən, qohuma gedə bilmirsən, amma nə yorğunluq bilirsən, bu eşq-i Hüseyin ibn Əli səni götürür, gətirir onun məclisinə. این حسین چیست همه دیوانه اوست این چه شمعیست همه پروانه اوست bu Hüseyin kimdir ki hamı onun divanəsidir bu necə şamdır ki necə şəmdir ki hamı onun pərvanəsidir hamı onun başına dolanır təbii ki Allah'tan olan xüsusi bir inayətdir. Bu il həmd olsun elə ilk günündən bu cavanlarımızın, gənclərimizin çoxluğu qürur vericidir. Biz adətən öz təcrübəmdə 2005-dən bura bu illəri 20 il eləyir. Burada Allah evində xidmətçiyik, nə qədər xidmət eləmişik, eləyə bilmişik, vallahul alim. Amma Allah şahidimizdir ki, çalışmışıq dinimizi, Əhl-i Beyt əleyhimussalamları cəmiyyətimizə, xalqımıza, millətimizə, cəmaatımıza başa düşdüyümüzdən yetirə bilək. İllərin təcrübəsidir ki, hər il Məhərrəmli ayı Aşuradan sonra bitəndə neçə cavan yaxınlaşardı. Amma keçən gecə bir də öncəki 2 gün bundan öncə, bir də keçən gecə. Üst-üstə bir 9 nəfər cavan gördüm 14 yaşında, 15 yaşında, ən çoxunun 3-ünün 16 yaşı var idi. Dedi, biz də namaza başlamaq istəyirik. Qərar almışıq ki, elə sinif yoldaşlar, dostlarla elə məhərrəmlikdə həmi əzadar İmam Hüseyin olaq, sinə vuraq, iştirak eləyək, həm də elə ibadətdə olaq. Doğrudan İmam Hüseyin əleyhissalamın bu sevgi, məhəbbəti nə pulla, nə zorla, nə güclə, nə qəlblərə salına bilər, nə də qəlblərdən alına bilər. Ona görə mən sözümün əvvəlində ilk günlərdir çox danışmaq niyyətində deyiləm. Bir neçə təvəqqi ricam olacaq. Sonda inşallah elə əziz qardaşım Kərbəlayı Nail məddahımızın o gözəl, o yanıqlı səsindən inşallah ki, hamımız faydalanarıq. İlk olaraq birinci sizdən təvəqqi ricam budur ki, bu neçə günləri həm məscidə gələndə çalışağın, nə qədər tünd rənglərdən, xüsusilə qara rəngdən istifadə eləsək, daha yaxşı olar. Mən üzr istəyirəm, aramızda indi analar, bacılar ya qardaşlarda görürəm. Yəni, açıq rəng olan qəsdim o deyil. Yəni, ilk günümüz də ola bilər, biri işdən gəlir, kənardan gəlir, ola bilər. Amma eləyə bilsək, bacarsaq, əza rəmzi olaraq, tünd rənglərə, xüsusilə qara rəngə üstünlük versək, daha yaxşı olar. Və bir də paylaşımlarda çox diqqətli olaq.
xüsusilə mənim o cavan qardaşlarımadır. O gözəl, o ömrünün o bahar çağını Allah evində, İmam Hüseynin məclisində o keçirən cavan qardaşlarıma, bacılarımadır sözüm ki, bu neçə gündə paylaşımlarımızda diqqətli olaq. Xüsusilə musiqi, bu çal-çağır məsələlərində çox diqqətli olaq. Gəlin səmimi, mərd-mərdanə, adilanə, münsifanə, vicdan məsələsidir bu. Əgər mənim atam öz şəxsimə deyirəm, atam dünyasını dəyişəndə axı mən musiqili, çal-çağır, sədalı bir şeylər paylaşmaram. Anam dünyasını dəyişəndə eləmərəm. Amma bu günlər bir günlərdir ki, Peyğəmbər balasının şəhadət günləridir. Bu günlər bir günlərdir ki, canını, balasını ümmət üçün fəda verən şəxsin matəm günləridir. Bu günlər o günlərdir ki, o şəxs ki, məscidə daxil olanda Peyğəmbər salavatullah minbərdən düşərdi, qabağına gedərdi. O şəxsdir ki, Peyğəmbər salavatullah namaz qılanda, belinə, kürəyinə çıxanda səcdəni o qədər uzadardı ki, o könül xoşluğu ilə düşsün. Bugün elə bir şəxsin matəm günüdür. Ona görə paylaşımlarımızda, xüsusilə indi sosial məsələdir, şəbəkələrdə, statuslarda çalışağın ayın və imamın hörmətini qoruyub saxlayaq, diqqət eləyək bu məsələlərə. Bizim klassiklərimizdə Məhəmməd Füzulinin Həqiqətü's Süəda İmam Hüseyn əleyhissalamın barəsində o xoşbəxtlik bağçası adlı bir əsəri var. Orada məşhur çoxlarımızın dilində əzbər olan bir sözdür. Bu klassiklərimizdən gələn Əhl-i-Beyt əleyhimussalama olan bu sevgi, məhəbbət bizim indinin yox. Bu əsəri 1550-ci ildə Məhəmməd Füzuli qələmə alıb. Bu şeirlərinin birində İmam Hüseyn əleyhissalama olan o yanğısını, o qəlb, ruh bağlılığını öz qəzəlində belə ifadə edir ki, Mahi mühərrəm oldu, məsərrət haramdır. Matəm bugün şəriətə bir ehtiramdır. Məsərrət, sürur ərəb dilində aramızda elm əhli olan dostlar, tələbələr, qardaşlarımız, elm əhli yoldaşlar var, bilirlər. Şadlanmaq deməkdir. Mahi mühərrəm oldu, məsərrət haramdır. Deyir, Məhərrəm ayı gələndə sevinmək, şadyanalıq eləmək haramdır. Bizim milli mental adət ənənələrimizdə indi gənclər onları görməsə də, amma bizim o həmyaşıdlarımız da indi orta nəsil sayılırıq bizdə, 40 yaşımız var. Amma burada atam yaşında, xanımlar tərəfi görməsəm də ehtimal eləyirəm, anam yaşında olan böyüklər, abirçeylərimiz var. 90'ların əvvəlinə qədər Sovetlər dönəmində kommunizm, ateizm, Allahsızlıq bir rejim olsa da, amma Məhərrəmlik ayı gələndə toy eləməzdilər. Mavi ekranların üstünü qara parçalarla örtərdilər. Amma bugün qərbə inteqrasiya, bu müəyyən nələrsə görürsən, hələ bu axşamın özündə belə toy edənlər var. Məhərrəmliyin içərisində o qədər diqqət eləməyənlər var. Amma bizim klassiklərimizə baxsaq, bunların ifadə və kəlamlarından açıq aydın olur ki, bir xalq olaraq, bir millət olaraq biz Əhl-i-Beyt sevər bir xalq olmuşuq. Əhl-i-Beytə olan sevgimiz dünənin, bugünün sevgisidir. Yüzillərin, əsrlərin sevgisi. Mahi mühərrəm oldu, məsərrət haramdır. Matəm bugün şəriətə bir ehtiramdır. Matəm saxlamaq, əza saxlamaq şəriət sahibi. Peyğəmbər salavatullahdır, şəriət sahibi. Bu da onun balasıdır deyə şəriət sahibinə bir ehtiramdır, hörmət əlamətidir. Şad olmasın bu vaqiədən şad olan könül. Əslində söz deyib, mən deyərdim ki, mərhum Məhəmməd Füzuli burada
şadyanalıq eləyənlərə nifrin eləyib. Şad olmasın bu vaqiədən şad olan könül, birdən məlalu qüssədən azad olan könül. Yəni o qəlb ki, o könül ki, bu ayda şadyanalıq eləyir, sevinir, ayın hörmətini matəm saxlamır deyə, deyir görüm onun heç zaman qəlbi qəmdən, qüssədən, kədərdən heç ayrılmasın. Əslində biraz dərin sözdür. Şad olmasın o könül. Yəni heç zaman o şadlıq görməsin əgər ayın hörmətini qoruyub saxlamırsa. Ona görə möhtərəm cəmaatımız, biz dərindən baxmış olsaq, bu ay doğrudan da Əhl-i Beyt əleyhimussalamlara hörmət əlaməti olaraq diqqət və ehtiramla anılmalıdır, yad edilməlidir. Biz bunu hər dəfə qeyd edirik və bu dəfə də qeyd edirəm. Bəzən görürsən, illər keçir insanın öz nənəsinin, babasının, ölüm tarixi insanın yadından çıxır. Amma əsrlər boyu əgər bu yad edilirsə, burada Peyğəmbər Salavatullahın o kəlamı kimi, qeyd olunduğu kimi, bu bir hərarətdir ki, qiyamətə qədər davam edəcək. Və biz hal-hazırda elə bir yerdə əyləşmişik ki, əslində Allah bizi bura bir daha bağışlaması üçün, bir daha etdiyimiz xəta nöqsanları əfv etdirməyimiz üçün bizi bura toplayıb. Keçən il bizimlə bir arada olub, gələn il belə edərəm deyən cavanlarımız yaşından asılı olmayaraq dünyasını dəyişib aramızda olmayanlar var. Elə mən çox uzaq getmirəm. Bizim elə Sinəzənlərdən o cavanların içərisində 2 nəfər cavan, biri 22 yaşında, biri 19 yaşında, digər namaz qılan möminlərimiz, yaşlılarımız da ad aparmıram. Yəni, doğrudan da bu ömürdən fürsətdir. Allah o dünyasını dəyişənlərimizə rəhmət eləsin. Biz bilmirik ki, gələn ildə biz burada olacaq, olmayacaq. Onlar da sənin, mənim tək arzu edirdi ki, gələn il belə edəcəm, belə sinə vuracam, belə bacirə edəcəm. Amma olmadı, nəsib olmadı. Amma Allah bugün sənə, mənə nəsib edibsə, aramızda qonaqlarımız var, kənardan gələnlərimiz var. Fərq eləməz. Harda yaxındır, hara gedə bilirsən, çatdıra bilirsən, ged iştirak elə. Bilirsiniz, bu məclislər bərəkətdir. Oturduğun yer var, ha? O yerin qədrini bil. Bilirsən niyə? Allah şahidimdir. İndi Allah ömürdən vəfa qılıb bilmirəm nə əməlimizə görə. Mənim sizdən bir üstünlüyüm yoxdur, bir artıqlığım yoxdur. Bəlkə aranızda məndən də üstün fəzilətdə olanlarımız var, elə bu cürdə düşünürəm. Amma bir təsəllim budur ki, bu oturduğum yer ki var, mən demirəm cənnət əhliyəm. Amma qiyamət günü mənə əzab olunanda bu yer şahidlik edər ki, bu sənin çox istədiyin Hüseynin məclisində cəmaata söz deyib. Sən əyləşdiyin yer var, ha? O yer şahidlik edər ki, Allah bu sənin çox istədiyin Hüseynin məclisinə gəlib, bu yerdə oturub. Ona görə bu məclislərin qədrin gərək bilək. Xüsusilə bu 10 gün var, ha? Bu 10 günə çox diqqət eləyin. Oruç tuta bilirsən, tut Aşuranı çıxma şərti ilə. Zikri çox elə, ibadəti çox elə. Hüseyn ibn Əlini yad elə. Bu oturduğun yer həqiqətdə bir müqəddəs bir yerdir. Bu Hüseyn doğrudan necə bir ecaza sahibdir ki, adı gələndə insanın qəlbi təlatümə gəlir. Sanki göz yaşlarına insan hakim ola bilmir. Və biz bu günləri İmam Hüseyn əleyhissalamı yad etməyə gəlmişik. Tarixdə var. Hədisdə İmam əleyhissalam buyurdu: "Mən əhəbbə ən təkunəl cənnətu məskənəhu və mə'va fəla yədə ziyarətəl məzlum." Hər kəs İmam Hüseynin neçə ləqəbi var. Onlardan biri də məzlumdur.
haqqı tapdalanan, zülm olunan. Kufə cəmaatı imamı özü dəvət eləmişdi. Amma qapıları da şəhərə buraxmayıb, qapıları da üzünə buraxan, bağlayan onlar oldu. Allah heç bir ailə başçısını öz ailəsi, balaları yanında xəcalətdə eləməsin. O şərəf və ləyaqət daşıyıcısı olan atalar, kişilər bilir mən nə deyirəm. O çox çətin anda adam ailəsinin yanında baş aşağı ola, övladı bir şey istəyə, onu ona verə bilməyə. Çox uzaq keçmişimiz deyil. Covid-19'da, o ki pandemiya vaxtında 2019'da üstündən 7 il keçir artıq. O SMS-lə çıxılan vaxtlar idi. Məscidə belə sayla 50 nəfər buraxılan vaxtlardan danışıram. Gecənin bir vaxtı idi, məsciddən adətən gec çıxardım. Məscidə toplaşmaq olmurdu deyə onlayn şəbəkələr vasitəsilə xütbələr, moizələr edirdik. Qapıdan çıxanda bir cavan gördüm, dayanıb orada məscidə baxır, ağlayır. Olardı bəlkə 28-30, bəlkə də aşağı yuxarı. Narahat oldum. Dedim, dərdin nədir, çətinliyin nədir? Dedi, evə gedə bilmirəm. Dedim, niyə? Dedi, özüm günə muz dişləyirəm. O yolun kənarında, binənin çıxacağında yəqin ki, görmüsünüz. Mərdi-mərdanə qardaşlar, atalar dayanar orada günə muz dişləyənlər. Deyir, səhər evdən çıxanda 2 gündür. Bir qız övladım məndən, uşağın istədiyi nə olar? Uşaq dili deşiyi abur-cubur deyərlər də. Hamı başa düşdüm deyə bu sözü deyirəm. Deyir, istəyib, 2 gündür gedib orada dayanıram, amma bir şey də olmur, alam. Evə də gedə bilmirəm. Gözləyirəm, o yatsın, sonra gedim. Həqiqətdə çox çətindir. Allah heç bir atanı öz balası, ailəsi yanında xəcalətdə eləməsin. O zalimlar İmam Hüseyni dəvət elədilər. İmam Hüseyin öz ailəsinin balasını götürdü, qonaq gedir. Axı onlar dəvət eləyib. Amma çatanda qapını açmadılar. Heç evə buraxmadılar. Şəhərə buraxmadılar bir yana. O Kərbəlaya gedənlər görüb bilir. Kərbəla Nəcəfdən kənardadır. Kufə Nəcəf keçib sonra Kərbəlaya gedirsən də. Niyə sual ola bilər? Niyə İmam Hüseyin gedib Kərbəlaya çıxdı? Ax onu Kufiyə dəvət eləmişdilər. Bilirsiniz niyə? Mədiniyə də qayda bilərdi, amma imkan vermədilər. Kufiyə ki qəbul eləmədilər, Mədinədən də kənar, Mədinə yoluna da qoymadılar. Amma gəldi ilk günlərdir, bugünün söhbətidir ki, İmam Hüseyin əleyhissalam o Şəqqül Fərat deyərlər də, Fəratın bir qolu o Kərbəlada keçəndə İmam öz ailəsinin o körpə balaların orada saxladı ki, su kənarındadır. Çünki o səhrada su yox idi. Suyun kənarında dayansınlar. O nöqteyi nəzərdən İmam gəldi Kərbəlaya. İlk gün idi. Deyir, Zülcənah dayandı. Ora çatanda İnşallah sonda xanım Zəhra salamullah aleyhadan ad aparacaq ona görə ki, cavan övladı dünyasını dəyişəndə ata da ağlayır. Amma ərəblər kəssəkla deyərlər. Cavan oğlu ölən ananın ağlamağı bir Allah cür olur. Deyir İmam Hüseyin əleyhissalam ki, o yerə gəldi. Ona görə deyirəm xanım Zəhradan ad aparacaq ki, ilk günümüzdə ananın o zəmzəməsini, o sözlərin inşallah əziz qardaşım gözəl səsi ilə, yanğılı səsi ilə məclisimizə feyz verər. Mən bir neçə kəlmə deyib sözümü tamamlayacağım. O an idi ki, İmam Hüseyin əleyhissalam Zülcənahdan inir, atından düşür və orada soruşur ki, burada olan o yaşlılardan çağırın gəlsin. Çağırırlar. Gələndə soruşur ki, bu yerin adı nədir?
Biri deyir bu yerin adı Neynəvadır. İkinci bir yaşlını çağıranda gələndə buyurur ki, bu yerin adı nədir? Onlardan biri buyurur ki, bu yerin adı Kərbəladır. O məşhurdur da, ey Səba söylə Hüseynə, Kərbəlaya gəlməsin, gəlsə düşər bu dəştidə, dərd-ü bəlaya gəlməsin. Deyir İmam Hüseyn əleyhissalam o Kərbəla adını eşidəndə, dedi düşün balalarım, atdan düşün yerə. Bu yer bir yerdir ki, cəddim Rəsulullah bu yer barəsində mənə danışıb. Bu yerin barəsində mənə deyib. Hətta xanım Zeynəb salamullahi əleyha görür ki, qardaşı İmam Hüseynin halı dəyişir, əvəz olur. Buyurur ki, anamın yadigarı, niyə narahatsan? Buyurdu ki, o anlar idi ki, xanım Zeynəbin əlindən yerə bir şey düşəndə Həzrət Əbəlfəz tez bacısı əyilməsin deyə qardaşı balası Əli Əkbər Həsənin oğlu Qasım əl atıb yerdən götürərdi ki, bibim Zeynəb əziyyət çəkməsin. Buyurdu ki, bacı Zeynəb, bu yer o yerdir ki, sizin əsir olacağınız yerdir. O yerdir ki, balalarımın əsir olacağı yerdir. Xanım Zeynəb salamullahi əleyha və İmam Hüseyn, mən bir işarət eləyim, xanım Zəhra salamullahi əleyha ilə bağlı. Bacı qardaş növbəti günlərdə çox danışacaq. Bir-birinə çox bağlı idi. Amma o İmam Hüseyn əleyhissalamın o susuz səhrada olmasına xanım Zəhra salamullahi əleyha da İmam Əliyə vəsiyyət eləmişdi. Eşidibsiniz, o an idi ki, xanım Zəhra salamullahi əleyha yatağındaydı. Fizliyə dedi ki, istəyirəm əmim oğlu Əli ilə həmnişin olam, oturam, həmsöhbət olam. Xanımın o vaxtları idi ki, bir əli sinəsində idi. Əhl-i işarələr bilir, bu ümmətdən incik gedən xanım, narahat halda, küsülü halda gedən xanım. Fizzə deyir, Əmirül Müminin Əli əleyhissalam, Allah belə iffətli, ismətli bacılarımızı, analarımızı, xanımlarımızı qorusun. Deyir, qapı döyüləndə, mən istəyirdim gedəm qapını açam. Xanım Zəhra salamullahi əleyha deyərdi ki, Fizzə, dayan, qədəm saxla, gəl məni qaldır. Deyir, kömək eləyərdim, bir əli divardan tuta-tuta, yapışa-yapışa gedərdi, Əlinin üzünə qapını özü açardı. Mövla Əli deyərdi, Zəhracan, əmi qızı, niyə belə eləyirsən? Buyurardı əmoğlu Əlican, mən sənə layiqincə xidmət eləməmişəm, layiqincə qulluğunda dayanmamışam. Atam Rəsulullah buyurub ki, bu Əhl-i Beyt xanəsindən, ailəsindən mənə ən tez qonaq sən olacaqsan. Mən bilirəm gedəcəm. Amma istəyirəm nə qədər qədəm əyağım yer tutur, sənin qulluğunda olam. O an idi ki, Mövla Əlini istədi. Mövla Əli gəldi, dayandı başı üstünə, baxır Zəhraya ağlayır. Xanım Zəhra salamullahi əleyha Əlinin bu məzlumiyyətini görəndə Mövla Əli buyurdu ki, əm qız Zəhracan, mən indiyənə qədər kiməsə yalvarmamışam. Amma sənə yalvarıram, məni tək qoyma. Məni bu bəlalarla tək qoyub getməginən. Deyir, Mövla Əli ağlayanda xanım o yanağından axan, o Əlinin o yanağından axan o yaşı götürür, sınıq qabırğasına basır. Buyurur ki, əm qızı Zəhracan, niyə belə eləyirsən? Deyirəm, oğlu Əlican, mən atamı Rəsulullahdan eşitmişəm, məzlumun göz yaşı bütün dərdlərin dərmanıdır. Əmə oğlu Əlican, sən də dövrün məzlumusan, həqqı qəsb eləyiblər, imaməti qəsb eləyiblər. Xanım Zəhra neçə vəsiyyət elədi. İmam Hüseynlə olan o bağlı hissəsini deyəm, qardaşım davam eləsin. Xanım Zəhra salamullahi əleyha dedi, əm oğlu Əlican, sənə bir neçə vəsiyyətim var. Onlardan biri budur ki, mənim nə bacım var, nə qardaşım var. Mənə həm bacı əvəzi, həm qardaş əvəzi özünü ağlayasan.
Əmoğlu Əlican, ikinci vəsiyyətim budur ki, məni gecə ilə qusl eləyəsən, gecə ilə kəfən edib, gecə ilə dəfn edəsən. Vəsiyyətlərindən də biri budur. Analarım gözəl bilər. Analarım gözəl bilər. O uşaq körpü olanda gecə oyananda su istəyər. Görərsən o suyu yanından əski eləməzlər. Buyur Əmoğlu Əlican, balalarımı nəbada gecə susuz qoyasan, xüsusilə Hüseynim çox su istəyər. Nəbada Hüseynimi susuz qoyasan. Ürək ainəsinin qəmləriniz əl silməz. Gər gözüm ağlamasa, qəlbidə qəm əskilməz. Heç kəs aləmdə Hüseyn tək, ana qədrim bilməz. O qədər səslədi gördü anadan, səs gəlməz. Dedi ya Fatimə, lütfün mənə yaddan çıxmaz. Özgə yaddan çıxar amma ana yaddan çıxmaz. Başlanır Mah-ı Muharrem, göz yaşım hey baxar ağlar. Qurulub təşdi əzalar, ya səməhdi baxar ağlar. Başlanıb Mah-ı Muharrem, göz yaşım hey baxar ağlar. Qurulub təşdi əzalar, ya səməhdi baxar ağlar. Gəl cəhdü və ağla, gəl sinəvi dağla, gəl qarəbi bağla, gəl ağacan gəl, ağacan gəl, gəl cəddü və ağla, gəl sinəvi dağla, gəl qarəbi bağla, gəl ağacan gəl, ağacan gəl. Qolsuz Əbbasə bu ayda dağlar ağlar, daşlar ağlar. Oxlanan vaxtində məşqi, nizə üstə başlar ağlar. Ağacan gəl, məclisi yasə ağa gəl, şuru ehsasa ağa gəl, bəzmi Əbbasa ağa gəl, ağacan gəl, ağacan gəl. Ya İmam-ı Zaman, bilmirik ağa bu gecə Kərbələdəsən, bilmirik bu gecə Bəqidəsən. Amma tək oturub tək ağlayan can var, ağlayanların qurban. Ya İmam-ı Zaman cəddün ağlayanlarına nəzər elə.
Nəzər elə, nəzər elə. Gəldi əyyam-ı əzacam nəvadaşlandı. Yenə də Yasin kefensiz ağamın başlandı. Yine mənbərlərə nəsvandı Hüseynin qarası. Təzələndi yenə də Fatimənin dil yarası. Yenə də dəydi ürək aynəsi qəmdaşına. Bağladı Həzrəti Məhdi yenə qara başına. Az qalır əhli dilin sinəsi dağlanmağına. Fatimə qızlarının qol-qola bağlanmağına. Sən də hər yerdə əyləşibsən ucadına ya Hüseyin. Mazlum Kərbəla hər qədəm götürüb Hüseynin yasına gələnlər. Ay o hər ay, hər gün sayanlar ki Muharrem gələ. Qara köynəyimi giyim gəlim ağamın azasına. Amma and ola Allaha elə bir dərdin olur, elə qəlbində bir niskin olur, nə anıya deyə bilirsən, nə atıya deyə bilirsən, nə qardaşa deyə bilirsən, nə bacıya deyə bilirsən, nə balova deyə bilirsən, nə xanımova deyə bilirsən, heç kimə. Amma fəqət gözləyirsən, aylar geçsin, il gəlsin, İmam Hüseyin ağanın 10 günlük məclisi gəlsin. Deyəsən, ağa gəlmişəm mən, sənin əzava gəlmişəm, dərdimi sənə deyim. İndi ay dərd olanlar, ay dərdin Hüseynə demək istəyənlər, ürəyində nə istəyin var deginən. And ol Allaha deyək, ağacan elə yorulmuşuq ayam. Məzlumiyyətə qurban olum Hüseyin. Ağa nəsib eləmişsən gəlmişəm yansına. Balalarım da sənə qurban, atam anam da sənə qurban, ay əllərdə ölən ağam. Amma Hacım da işarət elədi əvvəli Muharrəmdə gedək ana qapısına. Hər zaman ki deyərlər dərdin olanda, çarəsiz dərdin olanda get ginən ananın qapısına. Mən bilmirəm burada nasıl dünyadan gedənlər var ya yox. Mən bir zaman ki oxuyanda bir nəfər qayıtdı dedi, bəs mən hansı qapıya gedim? Mən öz əllərimlə anamı qoymuşam qəbrə. Ben kimin qapısına gizdim, amma mənim sözümü eşidirlər, bilirlər. Analarım da, bacılarım da eşidirlər. Bizim bir anamızın qapısı var. Ay qabırğalarısına anam lay lay. Ay Möhsünə doyunca lay lay deməyən anam lay lay, anam lay lay. Ay Hüseynin boyuna doyunca baxa bilməyən anam lay lay. Ay ay Zeynəbin saçlarını hörməyən anam lay lay. Hər yerdə yaxşı görübsüz, böyüklər var bu məclisdə, hər yerdə yaxşı görübsüz. Əgər bir evdə cavan ana dünyadan geçsə, onun balaların evdə saxlamaz. Onun balalarına apararlar qonşu evinə, qohum evinə. Amma Səlman deyir Əlinin evində belə olmadı. Ay Səlman nə görmüsən? Dedi gördüm Həsənlər Hüseyin su gətirir. Əli qusl eləyir.
Zərani. Amma qusl zamanında ay Allah, o axan gözyaşları var mənim canım qurban. Qusl eləyəndə balalar ağladılar. Dedi mənim balalarım ağlayanda ətəklərimizlə ağzımızı bağlayın, qoy səsimizi eşitməz. Bir uşağın anası ölə, ona necə deyərlər, ağlama, ağlama, ağlama. Amma balalar əllərindən ağızları tutub ağladılar, əllər dönənzər. Quslu verdi, kəfən elədi, bronzəni oxumaram, İmam-ı Zaman ağa özün nəzər elə. Çox söhbəti, çox rozəni oxumazlar, İmam-ı Zaman ağadan həya eləyərlər. Ağa ya İmam-ı Zaman bilmirəm ayandasın, bu məclisədə bu ağlayanlar var nəzər elə. Hər qızın arzusudur, hər qızın arzusudur, o gəlin gedəndə onu anası yola salsın, can Zeynəb. Ürəkdə olan dağ canımız qurban Zeynəb. Xanım Zeynəb gəlin gedir ata dudimanından, amma boynu çiynində baxdı bir məzlum əlinin üzünə. Dedi ata ağlama, ağlama, ağlama. Baxdı qardaşlarına, dedi qardaşlarım ağlamayın, ağlamayın, mənim bəxtim belə gətirib. Hər qızı anası yola salar. Ay aman, ay aman, ay aman. Dedi qardaş Həsən, mən sənə həm ana olmuşam, həm bacı olmuşam. Səndən bir istəyim var, qulaq as. Dedi qardaş, ellər içində belədir rəsm o qərar. Dolandırarlar tazə gəlini küçə o bazar. Vəli bu Zeynəbin qəlbində bir niskili var. Dedi qardaş, ürəyim başını qəm oxu ilə yarmıyasınız. Mənim nənəm döyülən küçədən aparmıyasınız. Ay qardaş, səs verin Hüseyin. Zəhracan, anacan, bunlar gəliblər balov ağlasınlar özünün ayətini. Hüseynim vay Hüseynim, Xanım Zəhranın dilindən deyə. Benim vay Hüseynim, hamı deyək, oturduğun yerdə dinən inşallah. Hüseynim vay Hüseynim vay, vay məzlum ölən Hüseynim vay, vay Gülüstanda solar gün. Gələr avaza bülbüllər, səni düşmən nədən vurdu? Ərazili zaman vurdu. Gələn vurdu, gedən vurdu. Hüseynim nuri eynim var. Sənə Zeynəb bacın qurban, sənə Zeynəb bacın qurban. Vay qəmin dünyanı ağlatdı,
Ne bu nalanı ağlattı. Kalkak inşallah yağa. Anon Zəhranı ağlattı. Məscidin heyəti gəlsin. Anon Zəhranı ağlattı. Vay məni çöldən çölə saldı. Ay maşallah. Cidalda oldu merazı. Vay düşüb əldən ələ tazı. Düşüb əldən ələ tazı. Vay tənabə bağlanıb bazı. Balay kızlar əsir olmuş. Hərəmlərdə sidigir olmuş. Vay bazım bir gündə pir olmuş. Hüseynim nuri eynim var. Vay yaraların axar qani. Hüseynim var, Hüseynim var. Eder günlar meydanı. Ay maşallah. Bazın ölsün başın hani. Adamsız Zeynep'em kardeş. Kardeşsiz Zeynep'em kardeş. Vay tutup cahani gəm. Ürək poraz moçəm. Tutup cahani gəm. Ürək poraz moçəm. Vuruldu cənnətdə. Yenə qara pərçəm. Yenə qara pərçəm. Yenə qara pərçəm. Dilləri tutub əza havası. Göylərə çatıbdı qan nəvası. Başlanıb Hüseynimin əzası. De görüm başlanıb Hüseynimin əzası. Başlanıb Hüseynimin əzası. Başlanıb azası. Başlanıb azası. Qan olubdu qəlbimiz bu qan elən tamam. Sahibi əzadı oğlu sahibə zaman. Sahibi əzadı oğlu sahibə zaman. Ya Hüseyin, ya Hüseyin, ya Zəhra, ya. Arkada olan əzizlər, heyyətə səs verə inşallah. Ya Hüseyin. Bir də ya Hüseyin. Hamı səs verək. Ay maşallah. Ya Hüseyin. Ya Hüseyin. Ya Zəhra, Xudaya şükür olsun ki olmuşuq nökər və Həzrəti Zəhra olub bizə madər, olub bizə madər, olub bizə madər. Fatimə Həbibəyi
خدا دی، روح و جان و قلب مصطفی دی، دلبری علی مرتضی دی، دلبری علی مرتضی دی. یا حسین یا حسین تکرار. یا حسین یا زهرا olanlar akıbet bir hayır ki dünya. Eğer bu uşağa baxa xanım Zəhra, baxa xanım Zəhra, baxa xanım Zəhra. Fatimə bizə bir istiqamət, rah-ı Fatimə rah-ı səadət, rah-ı Fatimə rah-ı səadət. Ya Hüseyin ya Ya Hüseyin. Ay maşallah. Kerbela'da diyesen uza. Ya Hüseyin. Ya Hüseyin. Ya Zehra kollar bas biz olmuş o rahe. Ali de dil dade, Ali'ni kim sevse odur halal zade, odur halal zade, odur halal zade. Herkesin ola Hüseyin ağası, yok ki kalbi de Ali velası. Fahreder ki vardı pak anası, fahrederdi vardı pak anası. Ya Hüseyin. Ay maşallah ya Hüseyin. Ya Hüseyin. Heyyetin fikri məndə olsun. Ya Hüseyin. Ya Hüseyin. Ya Zehra, ya Hüseyin. Zehra eşkünden ölünce dem vurram, şuur o şevki ne kadem vurram. İftihar ile her meherrem, divara kara persem vurram. De divara kara, de görüm divara, divara sen vurram. Qədəm ve qurbanım o behiştiden güzel harem ve qurbanım. Qədəm ve qurbanım o behiştiden güzel harem ve qurbanım. Qədəm ve qurbanım sailə lütfeleyen kerem ve qurbanım. Şah nökərini yatmaz, hamıda asla Hüseyin yaddan bil çıkartmaz. Bu Hüseyin İbni Ali'nin bayrağı yatmaz, piri perşeminin nökerdin ara satmaz. Şah nökərini yatmaz, hamıda asla Hüseyin yaddan bil çıkartmaz. Bu Hüseyin İbni Ali'nin bayrağı yatmaz, piri perşeminin nökerdin ara satmaz. Ya Ebu Abdillah de. Ya Ebu, ne kadar eşkım var de. Ya Ebu, oh ya.
Ya Abdillah, Ya Abdillah, eşkün şavga sarma, kollar bas. Eşkün şavga sarmaya, adın nökəridir piraya. Lütfu kereminden ağazan, sal başımızın üstüne saye. Sen. De labbeyk. Eşkün şavga sarmaya, adın nökəridir piraya. Lütfu kereminden ağacan, sal başımız üstüne saye. Hərəm və mühtacəm, ölənə kimi sənin kərəm və mühtacəm. Hərəm və mühtacəm, gözümün üstündə qədəm və mühtacəm. Şah nökərini yatmaz, hamıda azsa Hüseyin yaddan bil çıxartmaz. Sinə vur, sinə vur. Şah nökərini yatmaz, hamıda azsa Hüseyin yaddan bil çıxartmaz. Bu Hüseyin İbni Əlinin bayrağı yatmaz, piri pərsəmini nökər dinara satmaz. Ya Əba Abdillah uca. Ya Ah ya Aba, Ya Aba, Ya Dillah, vermərəm eşkin mən aləmeyinə, vermərəm eşkin mən aləmeyinə. Hər nə varımdır fəda Hüseynə, fəxr edərəm mən iki cahanda. Mən əgər olsam gəda Hüseynə, Kəbədir mənə. Səs ver. Əvvəl qələmi şahibi kəfən ağam ağam Hüseyin. Şahibi kəfən ağam ağam Hüseyin. Şahibi kəfən ağam şahibi kəfən Hüseyin. Vermərəm eşkin mən aləmeyinə, hər nə varımdır fəda Hüseynə. Fəxr edərəm mən iki cahanda, mən əgər olsam gəda Hüseynə, Kəbədir mənə. Ərşən ucalır, qollar vaz, hər kəs Hüseynə nökər olubdi. İki cahanda bəhası vardı, iki cahanda bəhası vardı. Yoxdur əlaqən fəzli behişdə, çün ağamın kərbəlası vardı, çün ağamın kərbəlası vardı. Kəbədir mənə. Hamı niyə səs vermir? Ay Kərbəla istəyən. Əvvəl fəzələmi şahibi kəfən ağam ağam Hüseyin. Şahib
Ağam Hüseyin şahibi kef. Ağam Hüseyin sabride Eyyub'e rahversen. Min Süleyman'a, min Süleyman'a, min Süleyman'a. Sen berabersen o altı kuşa kabr ve kurban. O altı kuşa kabr ve kurban. Mezhar-ı Allahu Ekber sen. Mezhar-ı Allahu Ekber sen. Kabe-i mene Ebel fazelami her şah uzalır ebel. Bir de ses verək Kəbədi mənə. Her şah uzalıb ebel fazelami. Ebel kolları var Kəbə kimi mən başıma dolanaram. Rozi şəb sen, rozi şəb sen, rozi şəb sen, otunda yanaram. Kəb Asa Kəbə kimi mən başıma dolanaram. Ruzi şəb sen otunda yanaram. Dərdimi fəqət Hüseynə deyərəm. Qara kəfəni ölüncə giyərəm. Kəbədi mənə Kəbə Hüseynin hərəmi Ərşə ucalır Ərşə ucalır Mi Kəbədi mənə Hüseynin hərəmi Əbəl fəzələmi Ərşə ucalır Əbəl fəzələmi Kəbədi mənə Hüseynin hərəmi Ərşə fəzələmi Oy Qiblə-i candır hərəmün, hərəmün ya Hüseyin. Qiblə-i candır hərəmün, hərəmün ya Hüseyin. Yatmaz o qanlı ələmün, ələmün. Yatmaz o qanlı ələmün, ələmün. Qiblə-i candır hərəmün, hərəmün. Yatmaz o qanlı ələmün, ələmün. Kərbu bəlaya gələcər firiştə, ətrüv soqat aparar behiştə. Kərbu bəlaya gələcər firiştə, ətrüv soqat aparar behiştə. Xoş dolanıb boynumuza bu riştə, aşiqə çoxdur kərəmün, kərəmün ya Hüseyin. Aşiqə çoxdur kərəmün, kərəmün. Qiblə-i candır hərəmün, hərəmün. Yatmaz o qanlı ələmün, ələmün. Sen qiblə-i candır hərəmün, hərəmün. Qiblə-i candır hərəmün, hərəmün. Yatmaz o qanlı ələmün, ələmün. Sen yatmaz o qanlı ələmün, ələmün. Sen hummu qurav xaneyiləm yəzəldi, gərsə bənaye əbədi əzəldi. Kəbədi ərkər bu bəla gözəldi, diyar kar bu bela güzeldir. Orada melemdir kademün, kademün ya Hüseyin. Kıble-i candır haremin, haremin.
Yatmaz o qanlı ələmin, ələmin. Yatmaz o qanlı ələmin. Ya Hüseyin eşqində divanə mənəm deyərəm. Şəm'ü və pərvanə mənəm. Ya Hüseyin Muharrem'im gəldi ağa. Adın düşüb dillərə sən ağasan. De görüm. Eylə kərəm. Dərdə də var, dərdə də var. Qəlbə səfa. Gözəl ağa. Gözəl ağa. Dərdə də var. Qəlbə səfa. Gözəl ağa. Gözəl ağa. Allah ürəklərdə yazıb, nə yazıb? O qanlı dəftərdə yazıb, nə yazıb? Göydə mələklərdə yazıb, nə yazıb? Göydə mələklərdə yazıb, nə yazıb? Allah ürəklərdə yazıb, nə yazıb? O qanlı dəftərdə yazıb, nə yazıb? Göydə mələklərdə yazıb, nə yazıb? Sən Muharrem'im gəldi ağa. Adın düşüb. Sən ağan ağasan. Eylə kərəm biz dərdə də var. Abi Abdillah. Ağa vay vay Hüseyin vay 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 Hüseyin vay vay vay. Ses ver. Hüseyin vay ey xeyməsi talan olan. Ey xuliyə mehman olan. Ey bazısı yasir olan. Şamda səkinəsi qalan. Ey əsğəri yətşan olan. Ey Əkbəri nakam ola. Ey Qasimi toy görməyə. Ey yadigarı müctəba. Davdə yetiş ali əba. Ey qardaşı qolsuz ola. Ey ələmi qavnə bata. Fərad kənarində yata. Ey ələmi qavnə bata. Fərad kənarində yata. Yatma bu yuxudan oyan. Ərzimi eyleyin bəyan. Xeyməgahda yandı ətəş. Dünyanı tutdu əl ətəş. Səkinəsi eylədi qəş. Nizələrə vuruldu baş. Nizələrə vuruldu baş. Qətligəhdə düzüldü nəş. Şimdi Sinan yetib Şama. Əhl-i beyti gelir Şama. Sen vay vay vay, sen vay vay vay. Uza vay vay. Vay vay. Ömrümün suretine keçdi müfəssəl gecəsi. Olmadı taətlən heyf mücəlləl gecəsi. Səni ad verir Hüseyin, əllərdə yölən balalar var biz. Bu sinə vuranları, bu analarımızı, bacılarımızı tək qoymayın. Qəbrinin əvvəl gecəsi. Peyğəmbər alı Peyğəmbərə 3 ucalı sələvası gedir.
صل على محمد صل السلام عليك يا ابن رسول الله أيها الشهيد يا حسين بن علي أيها الشهيد بكربلاء يا سيدنا ومولانا إنا توجهنا واستشفعنا وتوسلنا بك إلى الله وقدمناك بين يدي حاجاتنا يا وجيها عند الله اشفع لنا عند الله يا وجيها عند الله اشفع لنا يا الله يا رحمن يا رحيم يا أحكم الحاكمين İlahi Perverdigara ağladık ya inki gemgin olduk. Bu gözyaşlarını riyasız ihlasla bizden kabul eyle. İlahi dergahı açılan ellerimizi naum sinemize kaytarma. İlahi bu Muharremi bizden âli derecede kabul eyle. İlahi kalbimizden kini, küdureti, şeytaneti, vesveseni kenar eyle. İlahi cümlemize helal, minnetsiz ruziler nasip eyle. İlahi bizleri dost, düşman, cemiyet, hususiyle aile evlad yanında hacaletli eleme. İlahi dini İslam'a kuvvet ver cinan, dinin düşmanlarını mahvi nabud et cinan. İlahi evladı olmayan evlad arzusunda hasretinde olanlara oğul kız fark elemez, güzel pay vermeyle o aileleri sevindir cinan. İlahi merizu merizelerimiz, derdi bilinen bilinmeyen hastalarımız, hususiyle iltimas dua edenlere acil şifa merhamet ile. İlahi cümle şehitlerimize rahmet ile. Atalarına, analarına, ailelerine sabr eyyubi keramet ile. İlahi gazilerimize acil şifa merhamet ile. Əskər balalarımızı Allah ağla gələr gəlməz xəta bəlalardan amanda saxla. İlahi ağamız İmam-ı Zamanın zuhurunda tacil elə. İlahi bu təsliyəti bizdən ağamız üçün qəbul elə. İlahi o Həzrətin gəlişiyle dünyanı sülhlə, əmnəmanlıqla bərqərar elə. Bismillahirrahmanirrahim. Allahümme kulli veliyken Hacet ibnil Hasan salavatüke aleyhi ve ala abai fi azis sa'a ve fi kulli sa'a veliyen ve hafizan ve gaiden ve nasra ve delilen ve aynan
تسكنه أرضك ترعى وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. Ölənlərimizin ruhları şad, ata-analarımızın haqqı boynumuzda olanların, şəhidlərimizin ruhu şad, bu savabdan onların da ruhuna hədiyyə olsun deyə Əl-Fatihə ma'as-salavat.